Ben buradan gelende cemaat toplaştı. Burada Ali Meclis'in karşısında ağlaşma başladı. Kadınlar yığıştı, kişiler falan. Hara gedirsen, bizi hara koyursa. Ben ne diyeyim, doğrudan da ben neye gedirdim bilmirəm. Hara gedirdim bilmirəm. Başıma ne gelecek bilmirəm. Hiçbir şey bilmirəm. Bilirdim ki özümü atıram odun içine. Ama aynı zamanda fikrimde beləydi ki, ben orada müəyyən öz xidmətimi görüp qayıdacağım öz yerime. Ona göre elimi kaldırdım, dedim 2 günden sonra qayıdıram. Ancak bu kadar talepler, bu kadar xahişler, bu kadar insanlar ve Azerbaycan'daki vəziyyətlə tanış olanda gördüm ki doğrudan da Azerbaycan dağılır. Ama buradan yola düşəndə həqiqətən belə fikirdəydim ki, mən gedib orada 3-4 gün məsləhətlərimi verirəm, kömək edərəm. İndi bir həftə zat yenə də qayıdıb gələrəm. Hesab edirdim ki ömrümün sonuna kadar da burada yaşayacağım.